Hamınızı xoş gördük. Lənkəran rayon Mais Mirzəcanov adına Yuxarı Nüvədikən tam orta ümumi təhsil məktəbin radio qovşağı efirdədir. Sizi salamlayan 6A sinif şagirdi Şəfəqətzadə Şəms. Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan Şanlı Aprel döyüşlərindən 9 il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttindəki ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş uğurlu əks-hücum əməliyyatı hərb tariximizə əbədi yazılıb. Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan aprel döyüşləri Vətən müharibəsinin ilkin məşqi və tarixi zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirilir. 2016-cı il aprelin 2-sində ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan ordusunun təm nəzarətinə keçdi. Azərbaycan ordusu 4 günlük aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevincini bəxş etdi. Silahlı qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrimizə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı il aprelin 2-sinə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan komandanlığı dərhal adekvat tədbirləri görülməsi ilə bağlı qərar qəbul etdi. Ordumuzun cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çox sayda canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı. Ovuq cəhbənin ən gərgin nöqtələrindən biri Ağdərə, Tərtər, Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Bununla da Naftalan şəhərində yarana biləcək təhlükə aradan qaldırılmış oldu. Həmçinin geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi. Ağır döyüşlərin gedişində düşmənin 30-adək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi. Erməni tərəfinin ölü və yaralı olaraq 800-dən çox hərbçisi zərərsizləşdirildi. Suqovuşan yaşayış məntəqəsində yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə, Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq imkanı əldə olundu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-sindən 5-nədək qoşunların təmas xəttində törətdikləri silah təxribatlarının qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin fəaliq sərəncamları ilə yüksək fəxri adam, orden və medallara layiq görülür. Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında Azərbaycanın milli qəhrəmanı, fəxri adına, Azərbaycan bayrağı və vətənə xidmətinə görə ordenlərinə, vətən uğrunda igidliyinə görə və hərbi xidmətlərinə görə medallarına layiq görülənlər var. Belə qəhrəman oğullarımızdan biri də Səxavət Mamedoğlu Baxışovdur. Elə məhz bugünkü gün sözü gedən qəhrəmanımızın doğum gününə təsadüf edilir. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik leytenantı, Vətən müharibəsinin iştirakçısı, Vətən müharibəsi qəhrəmanı olan Səxavət Baxışov 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur. 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.
2001-ci ildə hərbi məktəbi tankçı ixtisası üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş torpağını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Səxavət Baxışova Vətən Müharibəsi Qəhrəmanı adı verildi. Qəhrəmanımızı doğum günü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq. Dəyərli radio dinləyicilərimiz, bugünə olan buraxılışımızın sonuna gəldik. Gələn buraxılışlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.